Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə miniatür təndir hazırlanmasını bölüşəcəm. Daha öncəki videolarımda, keçən ilki videolarımda miniatürləri kardondan, şpaklovkadan hazırlayırdım. İndi isə penoplastdan hazırlayacağım. Ümid edirəm sizlərin də ürəyincə olacaq. Əgər əlinizdə penoplast yoxdursa, kardondan maketi hazırlayıb, üzərini boyamaqla da hazırlaya bilərsiniz, yaxud da şpaklovkadan hazırlayıb, daha sonra boyaya bilərsiniz. Penoplastım bu formadadır. Sadəcə kənar hissələrini kəsmişəm və biraz düzəliş veririk. Ön hissəyə belə bir yarım dairə lazım olacaq. Əgər əlinizdə yarım dairə yoxdursa, kürə formasında penoplast alıb bölə bilərsiniz. Təndirimizin dam hissəsi üçün kardonun üz qabığını soyuram ki, şiferə bənzəsin. Gördünüz, soymaqda çətinlik çəkirsiniz. Bir dəfə isladıb daha rahat soya bilərsiniz. İlk öncə boyamağa başlayırıq, daha sonra kərpic hissələri əridəcəm və o zaman boyanın altındakı ağ pena üzə çıxır, kərpic görüntüsünü əldə etmək olur və təndirin ön hissəsini fərqli rəngdə boyayacağam. İstəsəz bu hissəni də qəhvəyi rəngdə boyamaq olar. Sadəcə həm maraqlı görüntü üçün, həm də bəzən təndirlərdə iki rəng olur. Yəni bir var hörülmüş binası, bir də var ön hissəsi palçıq rəngi kimi. O görüntünü əldə etmək istədim. Əlinizdə belə bir payatnik varsa, işiniz daha rahat olacaq. Yoxdursa, adi bıçağı qızdırıb kərpic görüntüsünü əldə edə bilərsiniz. Daha sonra təndirin içəri hissəsini qara rəngdə boyayıram və tüstü çıxdığı hiss olan yerləri də qara rəng boyayacağam üst hissədə. Təndirdə yanan ocaq formasını əldə etmək üçün süni şam lazım olacaq. Amma bu çox böyükdür, həm də ağ plastikin çox görünməsini istəmirəm. Üzərini samandan örtəcəm. Ona görə üst qabığını çıxardırıq və bir də başlıq hissəni ki, işıq daha parlaq olsun. Bu hissəni ayıra bilməsəz, adi ağ şəffaf klok da hazırlamaq olar üst hissə üçün. Yəni tək lampa özü çox işıqlı görünmür. Daha sonra odunları təxmini olaraq düzürəm və kleyləyəcəm. Amma birbaşa elə kleyləyin ki,
şamı istədiyiniz vaxt söndürüb yandıra biləsiniz. Yəni belə deyək, batareya enerjisinə qənaət eləyə biləsiniz. Yaxud da batareya söndükdən sonra onu daşın dəyişə biləsiniz. Az öncə qeyd etdiyim kimi plastik görüntünü istəmirəm. Ona görə biraz süni ot və yaxud da sümbül yapışdıra bilərsiniz. Baxın, bu formada odunları yerləşdirirəm. İstəsəniz çox az kley vura bilərsiniz, amma tam yapışdırmayın. Dediyim kimi şamı söndürüb yandıra biləsiniz. Daha sonra təndir üçün kiçik dekorlar hazırlamaq olar. İndi isə un kisələrini hazırlayacağım. Əlimdəki material elə un kisəsinin özündəndir və onun kiçik hissələrə bölüb daha miniatür kisələr hazırlayacağım. Kisəni iki formada hazırlaya bilərsiniz. Əvvəlcə kənar hissələrini kleyləyib, daha sonra çevirə bilərsiniz və içərisinə ya pambıq, ya sintifon doldurmaq olar. Daha sonra künc hissələrini sanki tutacaq kimi olsun deyə həsir iplə adi düyünlər atacağım. Belə olduqda həm kisəyə bənzəyir, həm daha şirin görünür. Başqa bir formanı da göstərmək istəyirəm. Bu dəfə çevirmə olmadan, yəni kiçik hissələrdə bəzən çətinlik çəkmək olur çevirəndə. Ona görə birbaşa uc hissələrini içəriyə doğru qatdalayıb yapışdırıram. Və bu zaman heç bir çevirməyə ehtiyac olmur. Çünki bundan da kiçik kisə hazırlamaq istəsəz, artıq çevirməkdə çətinlik çəkəcəksiniz. Un kisələrimiz tam hazırdır. Daha sonra əlavə kiçik dekorlara başlayacağım. İstəsəniz əlavə kiçik dekorlarda yapışdırıb biraz da gözəlləşdirə bilərsiniz bu şirin təndiri. Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək bizə dəstək olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Hələlik.